Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Sadə cümlənin şəxsə görə növləri ilə bağlı bir neçə cümlə yazmışam və o cümlələrin üzərindən vacib məqamları qeyd edək. Deməli, şəxs deyəndə birinci yadımızda qalsın ki, bu cümlələrdə insan anlayışı yox, mübtəda nəzərdə tutulur. Yəni, mübtədanın olub-olmamasına görə və ya xəbərə əsasən mübtədanı təyin edə bilməyimizə görə növlərə bölünürdü. Məsələn, birinci cümlədə mənim ondan xoşum gəlmir. Bu cümlədə mən şəxs nəzərinizdə çatır ki, hə, mən var, şəxs var. Bu müəyyən şəxsi cümlədir. Xeyr. Biz bilməliyik ki, frazeoloji birləşmə təhlil zamanı parçalanmır. Və frazeoloji birləşmənin birinci hissəsində mənsubiyyət şəkilçisi varsa, xoşum sözü, yəni sözündə mənsubiyyət var. Və bunun mənsubiyyəti hardadır? Daha doğrusu yəliyi hardadır? Mənim sözündə. Və biz də bilirik ki, yəlik hal cümlənin əvvəlində, ortasında, ümumiyyətlə kimin, nəyin, haranın deyə heç bir cümlə üzvünün sualı yoxdur. Biz nə edirdik? Yəlik halın mənsubiyyətini tapıb birləşdirirdik. Və mənim xoşum gəlmir. Hamısı bir yerdə necə olacaq? Xəbər olacaq. Və bu cümlədə siz mübtədanı artıra bilməzsiniz. Kim, nə, hara sualını, yəni həmin cümləyə bərpa edə bilməzsiniz. Bu cümlələr olacaq şəxsiz cümlə. Və müxtəsər şəxsi cümlədir, çünki sadəcə xəbərdən ibarətdir. Sonra, digər məqamımız ikinci cümlədə. Biz bilirik ki, əgər bir cümlədə mübtəda varsa, həmin cümlə müəyyən şəxsi cümlədir. Biz bu cümlələri tapanda, yəni şəxsə görə növləri tapanda, topuğa dəyər, nəyə dəyər topuğa? Nə? Daş. Hansı daş? Dağdan atılan daş. Deməli, bu cümlə ümumi məzmun daşısa da müəyyən şəxsidir. Ümumi şəxsi cümləyə bənzəsə də müəyyən şəxsidir. Niyə? Çünki atalar sözünün içərisində əgər mübtəda varsa, həmin cümlələr müəyyən şəxsi cümlədir. Onlar bizi iclasa çağırdılar. Çağırdılar kim? Onlar. Hara iclasa? Kimi? Bizi. Deyir ki, müəllim, onlar çağırdılar da, biz bilmirik axı, bu qeyri-müəyyən şəxsi cümlədir. Xeyr, uşaqlar, bu cümlədə onlar mübtədası var. Yəni, istənilən bir cümlədə mübtəda varsa, həmin cümlə müəyyən şəxsi cümlədir. Hamı həyətdə idi. Həyətdə idi kim? Hamı. Və deyir ki, müəllim, hamı uşaqların suallarından yola çıxıb deyirəm. Hamı, bilmirik hamı kimdir. Bizə lazım deyil o hamı insanların kimliyi. Bizə lazımdır bu cümlədə hamının mübtəda olması. Deməli, mübtədadırsa, həmin cümlə olacaq müəyyən şəxsi cümlə. Böyüyün üzünə ağ olmazlar. Biz bilirik ki, qeyri-müəyyən şəxsi cümlələrin xəbəri həmişə cəmdə olacaq. Yəni, larilər və feil xəbər olacaq. Deməli, biz deyirik ki, həmin cümlədə onlar olmur və bərpa edə bilirik. Amma cümlənin mənasına baxacağıq ki, orada bir qrup onlara aid olmalıdır fikir. Məsələn, bizi toya dəvət ediblər ki, bir qrup onlardan söhbət gedir. Böyüyün üzünə ağ olmazlar. Burada böyüyün üzünə ağ olmazlar. Tək onlar yox. Məndə, səndə, hamı, biz, siz, hər kəsə aiddir fikir. Deməli, bu cümlələr olacaq ümumi şəxsi cümlə. Yəni, atalar sözüdür, fikir hamıya aiddir. Tək onlara aid deyil, ümumi şəxsi cümlədir. Bu oldu ümumi şəxsi cümlə. Sonra gəlirik bura. Addım başı turistə rast gəlirsən. Deyir ki, müəllim, artıra bilirəm, sən rast gəlirsən. Amma gəl cümlənin məzmununa bax. Addım başı turistə rast gələn sənmisən tək? Yox, tək sən rast gəlmirsən ki. Mən də, məsələn, o da, biz hamımız küçədə gedəndə, içəri şəhərdə məsələn, turistə rast gələ bilərik. Deməli, bu necə olacaq? Ümumi şəxsi cümlə olacaq, ümumi. Amma ikinci, yəni bu cümlədə, buna aid bu cümlədə, bugün bizə gələrsən. Gələrsən hara? Bizə. Nə zaman? Bugün. Mən burada səni artıranda konkret səndən söhbət gedir. Sən bizə gələrsən. Amma bura səni artıranda konkret səndən söhbət getmir. Hamıya aiddir fikir, məzmun, cümlə hamıya aiddir. Burada tək sənə aiddir. Tək sən gələrsən. Deməli, sadə cümlənin şəxsə görə növlərindən bağlı bu məqamları yadımızda saxlayırıq.